De ki, o Allah təkdir. Allah möhtac deyildir. O nə doğub, nə doğulub. Onun bənzəri də yoxdur. De ki, sığınıram sübhün Rəbbinə, məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən cadugar qadınların şərindən və həsəd apardığı zaman paxılın şərindən. Aləmləri xəbərdar etməsindən ötürü öz quluna Furqanı nazil edən Allah necə də xeyirxahdır. Göylərin və yerin səltənəti ona məxsusdur. O, özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. Bu kitab qüdrətli və müdrik Allahdan nazil edilmişdir. Biz kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də dinin yalnız Allaha məxsus olduğuna iman gətirərək ona ibadət et. Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Sizi biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa biz? Sizin aranızda ölümü biz müəyyən etdik və heç nə bizim qarşımızı ala bilməz. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi